Tramp, Əliyev və Paşinyan haqda nələr dedi? ABŞ lideri Donald Trump Azərbaycan prezidenti İlham Əliyevi və Ermənistanın baş naziri Nikol Paşinyanı yaxşı lider adlandırıb. Global Info az xəbər verir ki, o bu fikirləri Vaşinqtonda keçirilən toplantı zamanı səsləndirib. Trump çıxışında bir sıra beynəlxalq münaqişələrin həllində rol oynadığını yenidən xatırladıb. ABŞ prezidenti bildirib ki, Kamboca ilə Tayland, Kosovo ilə Serbiya, Pakistanla Hindistan, İsrail ilə İran, eləcə də Ermənistanla Azərbaycan arasında yaşanan gərginliklərin aradan qaldırılmasında vasitəçilik edib. Ötən ilin 8 avqustunda Vaşinqtonda keçirilən sammitin nəticələrinə toxunan Trump həmin görüşün tarixi əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə sammit çərçivəsində üç ölkənin liderləri bir sıra mühüm sənədlərə imza atıblar. Əliyev və Paşinyan həqiqətən yaxşı liderlərdir. Onlar uzun illər mübarizə aparıblar. Amma biz bunu kifayət qədər tez həll etdik, deyə Trump vurğulayıb. Xəbərdarlıq, Paşinyanın bu addımı cəmiyyəti parçalayacaq, hökuməti isə. Ermənistanda baş nazir Nikol Paşinyanın abortların tam qadağan olunması ilə bağlı təşəbbüsü siyasi gərginliyi artırıb. Global Info az xəbər verir ki, hökumət reproduktiv sağlamlıqla bağlı qanuna dəyişiklik edərək süni hamiləliklərin hamısını cinayət saymağı planlaşdırır. Rəsmi məqsəd ölkədəki demoqrafik böhranı aradan qaldırmaq olsa da, analitiklər bunu 2026-cı il parlament seçkiləri ərəfəsində konservativ elektoratın dəstəyini qazanmağa yönəlmiş populist addım kimi qiymətləndirirlər. Hazırda Ermənistanda abortlar 12-ci həftəyədək sərbəstdir, müəyyən hallarda isə 22-ci həftəyədək icazə verilir. Yeni layihə bu imkanları ləğv edir. Müxalifət və hüquq müdafiəçiləri təşəbbüsə kəskin etiraz edir, kilsə dairələrinin isə dəstək göstərəcəyi bildirilir. Ekspertlər xəbərdarlıq edirlər ki, bu radikal addım cəmiyyətdə parçalanmanı dərinləşdirə və hökumətə inamı zəiflədə bilər. İlham Əliyev 2 fərman imzaladı. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi istiqamətlər üzrə həyata keçirilən strateji investisiya layihələrini təqdim edən hüquqi şəxslərə və fərdi sahibkarlara investisiya təşviqi sənədi 2023-cü il yanvarın 1-dən 6 il ərzində verilir. Global Info az bildirir ki, Prezident İlham Əliyev bununla bağlı fərman imzalayıb. İqtisadiyyat Nazirliyi bu fərmandan irəli gələn məsələləri həll etməlidir. İnvestisiya təşviqi sənədinin verilməsi nəzərdə tutulan strateji investisiya layihələrinin istiqamətləri aşağıdakılardır. 1. Yerli xammal bazasına metal filiz, alüminium, neft, qaz, kimya, tikinti materialları, pambıq və barama əsaslanan istehsal layihələri. 2. Bərpa olunan enerji mənbələri hesabına enerji istehsalı layihələri. 3. Tullantıların idarə olunması və təkrar emalı layihələri. 4. Dəniz suyunun duzsuzlaşdırılması layihələri. 5. Özəl sənaye məhəllələrinin yaradılması layihələri və sənaye məhəllələrinin rezidentləri tərəfindən həyata keçirilən istehsal layihələri. 6. 2023-cü il yanvarın 1-dən sonra keçirilən investisiya müsabiqələri vasitəsilə özəlləşdirilən qeyri-neft qaz sənayesi müəssisələrinin istehsal layihələri. 7. Azərbaycan Respublikasında istehsalı ilk dəfə təşkil edilən yerli məhsullarla özünü təmin etmə səviyyəsini, idxalın əvəzlənməsini və ya qeyri-neft sektorunun ixrac potensialının artırılmasını təşviq edən iqtisadi fəaliyyət sahələrinin yaradılması istiqamətində həyata keçirilən Azərbaycanda ilk First in Azərbaycan layihələri. 8. Dərman vasitələrinin və əczaçılıq məhsullarının istehsalı, qablaşdırma fəaliyyəti istisna olmaqla layihələri. 9. Dəmir yolu hərəkət tərkibinin təmiri və onun ehtiyat hissələrinin istehsalı layihələri. 10. Hərbi təyinatlı məhsulların istehsalı layihələri.